Əgər insan 2-3 gün ac qalsa, onun bədənində nə baş verə bilər? Və həmin o Telegram mesajına baxırıq nə qəbul edildi. Görürük ki, əgər insan 2-3 gün ac qalsa, onun bədənində nə baş verə bilər? O mövzu üzrə süni intellektin başladığı video hazırlamağa, növbəti etap həmin o videonun üzərinə mənim görüntümü qoyacaq danışmaq üçün və budur, həmin o video artıq hazırdır. Görək necə səviyyədədir. Az qalmaq insana faydalıdırmı? Yəni hüceyrələr sizi daxildən yeyərək təmizləyir. Möhtəşəmdir. İlk öncə yükləyirik onu Instagramımıza. Baxırıq ki, nə az nə çox 42.000 baxış gətirdi. Əgər biz onun statistikasına baxsaq, görürük ki, bizə 264 follower gətirdi. Yükləyirik onu TikTokumuza. Baxırıq ki, nə az nə çox bizə 104.000 baxış gətirdi. Həmin o, demək olar ki, 105.000 baxışa görə bizə nə az nə çox 478 follower gəldi. Bəli, düz anladınız. Tək səsli mesajı mən süni intellektə verməklə, o mənim görüntümlə, mənim danışığımla, arxa planda da gözəl görüntülər ilə video hazırladı. Həmin videonu mən dediyim mövzuda hazırladı. Tək bu video mənə 800 follower gətirdi və gətirməkdə davam edir. Dünən yüklədiyim video isə artıq 60.000 baxışa gedibdir. Yəni təsəvvür edirsiniz nə yaratmışıq. Siz özünüzü çəkmirsiniz və gün ərzində nə qədər istəyirsiniz video buraxa bilərsiniz. Və arxa planda istədiyiniz videonu, istədiyiniz dizaynı özünüzdən hazırlaya bilərsiniz və yaxud da kənardan götürə bilərsiniz. İstənilən bir söhbətdə kontent yarada bilərsiniz. Sən də bu hazır sistemi bizdən alaraq videolarını elə bu gün düzəltməyə başlaya bilərsən. Bunun üçün YouTube kanalıma keçid al, yuxarıdakı linkə klik et, aşağıda açılacaq olan bölmələr arasında biznes kurslarını seçərək açılacaq pəncərədə sənə lazım olan təlimi seçə bilərsən.